Külhan Piriyevlə bağlı bir dənə açıqlama vermək istəyirəm. O uşağı zəng edirlər, tırxalırlar. Biri zəng edir, nə bilim, deyir ki, sən nə gəzirsən İlyasın kafesində, bəzi müğənnilər ona zəng edir. Sən sadə xalqın içində nə gəzirsən? O xalqla bizim aramızda sərhəd var. Özün gedirsən orada cəmaatın içində oxuyursan, nə bilim, neynirsən. O uşaqla mənim aramı vurdular. İndi Külhan mənə zəng edib ki, qardaş, sən səhifəndə neçə dənə videon varsa onu sil, xahiş edirəm. Dedim, problem yoxdur. Zəng edib deyirlər ki, bəs mənə də maraqlı çox, həmin o deyən ona müğənnilər, özləri hardan gəliblər? Bu cəmaatın şotuna tanınmışım, bu cəmaatın şotuna toylara getmişsiniz və yaxud da bu cəmaatın şotuna belə necə deyirlər, o bahalı maşınları sürürsünüz. Bu cəmaat çağırmasa hardan sürərsiniz onları? Neyse, Allah hamın ruhsunu versin, mənim heç bir kəsə ehtiyacım yoxdur, yəni nə mənada, yəni biri deyir, İlyası gedib reklam edirsən, biri deyir bunu, mənim reklamaya ehtiyacım yoxdur, şükür Allah, bu bir. İkincisi, Külhan sadə oğlandı, gəlir bura, həm çörəyin yer, həm şotun verir, həm də deyir, mənim dostum, bəş dostum, yəni yaxın dostumdur. Prosto deyir, mənə zəng edirlər ki, sən çiftə satan olmuşsan, sən nə bilim orada gedirsən, cəmaatın içində oturursan, qardaş. Daha da sadə oğlandı ki, elə cəmaatın yanında gəzir də. Yox, sən müğənnisən, sən toy adamsan, bugün 5.000, 6.000 getsən, sabah neçə gedəcəksən. Mənim dostumla aramı vurdular, indi dostum da düzdür, indi biraz Türkiye'ye gedib, amma evi yox. İndi səhv ola bilər. Amma bu cəmaat, bu cəmaat var ha, hamısının cibində pulu, yeməklərində şotun verirlər. Hamısı da çörəklə şotlarını da verirlər. Bu millətin heç kəsə ehtiyacı yoxdur. Sən müğənni ola bilər, səsin gözəl ola bilər hansısa, hamısı da kabinetlərdə oxuyanlar olublar da, yəni 99% kabinetlərdən gələnlərdir, yəni bunu bilirik. Durub indi bu cəmaatın yanında deyirlər ki, Külhan sən çiftə satan olmuşsan, Külhan sən nə bilim, beləsən, eləsən. Problem yoxdur, Külhan, sənin də iş həyatına zərər yetirirsə belə bir şey, gəlib eləmə, problem yoxdur. Burada elə oğlanlar gəlir ki, valla səsi də gözəl, özü də gözəl. Bura oxumaq üçün gəlmiş, sadəcə gəlib oxuyursan, özün keyfin düşür, özün bilərsən. Amma Külhan sadə oğlandı ki, elə cəmaatın içində gəzir, ikinci, yəni gəzməlidirlər də, sadə deyəndə, yəni kimi ki, yəni və yaxud da müğənnilər kimdir ki, sadə cəmaatın içində gəzməlidirlər də, bu cəmaatın şotuna toy olur, bu cəmaat toy edir, sizi çağırır. Deyiblər ki, sadə cəmaatla bizim aramızda sərhəd olmalıdır, biz əl çatan olmalı deyilik, belə bir söz deyil. Elə buradan əhaliyə səslənirəm, çox xahiş edirəm. Günahın ən böyüyü elə bizdədir, biz sadə cəmaatdır ki, biz bu günlərin hansısa kabinetdə oxuyanı gətirib 5.000, 10.000 verib oxuduruq. Elə günahın ən böyüyü də elə bizim bu cəmaatdadır, mən belə başa düşürəm, elə özüm də o cəmaatın içində. Bizim də deməli iftar setlərimiz var, nə bilim, yeməklərimiz dadlıdır, durun, gəlin xidmətinizdəyim.